Hazırda qarşısında dayandığımız fərdi yaşayış evində partlayış olub. Hadisə Bakıxanov qəsəbəsi Siyavuş Məhrəmov küçəsində baş verib. İlkin ehtimallara görə partlayışın baş verməsinə səbəb evin həyətində yerləşən hovuzun altından keçən qaz borusundakı sızma olub. Hadisə şahidlərinin sözlərinə görə baş verən partlayışın gücündən ətrafdakı evlərdə ciddi titrəmə hiss edilib. Bir saat yarımından qabaq evdə oturanda gördüm ki, pəncərələr zat titrədi. Hələ bildi bir damar nəsə düşdü. Sən demə partlayış oldu, mənə xəbərim yox. Bilmədik, sonra yoldaşım çölə çıxdı, bilmədim dayıyla. Dedi ki, bu qonşunun önündə partlayış olub. Evlərimiz bütün titrədi burada. Dedi ki, 3 nəfər xəsarət alıb. Skoroza gəlmişdi, dedi, apardılar. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə partlayışla bağlı ilkin məlumat saat 11:01-də daxil olub. Məlumatdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilas Etmə Xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Verilən məlumata görə partlayış nəticəsində sahəsi təxminən 12 kvadrat metr olan hovuz üçün nəzərdə tutulmuş beton örtüklü tikilinin konstruksiyaları dağılıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə daxil olan çağırış əsasında hadisə yerinə tibbi yardım briqadası cəlb olunub. Yaralardan biri bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə yanıq mərkəzinə, digər şəxs isə travma və yanıq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə aparılıb. Lakin Sabunçu Tibb Mərkəzinə yerləşdirilən şəxsə göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və onun ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır. Nigar Rəcəbov, Elman Səfərov, APTV.